Niye İsveçrədə bu qədər kanton var? Niye Amerika Birləşmiş Dövlətləri adlandır o dövlətin adı? Amerika Birləşmiş Ştatları deyil. Niye Belçika federaldır? Niye İspanya federaldır? Niye Britaniyada Wales Almanya və neden böyle? Şotlandiyanın özünün parlamentləri var? Özlərinin qanunvericilik imkanları var. Niye bizdə İranda olmamalıdır? İran əgər bir dövlət kimi qalmaq istəyirsə, Fələstin əgər problemini həll etmək istəyirsə, Güney Azərbaycan amilini nəzərə alsınlar. Mahmud Abbas cənab Putinlə görüşdü, 2 saat 20 dəqiqə danışıqlar apardılar. Və orada Türkiyə haqqında çox sabatsız sözlərin işlənməsi istisna deyil. Türkü bunlar həmişə özlərinə rəqib görüblər. Ərəb xilafətlərindən bu yana, Səlcuqlu dönəmindən bu yana. Amma unudurlar ki, ərəbləri səlib yürüşlərinin bəlasından qurtaran türklər olublar. Unutmasınlar ki, ərəb xəliflərinin əksəriyyətinin söykəndiyi ordunu türklər yaradıblar, türklər döyüşüblər, türklər idarə ediblər. Sultan Bəybars babamızdan tutmuş, Xalq xana qədər hamısı bizim babalarımız olublar.